7-ci sinif riyaziyyat dərsliyindən təniklər sisteminə aid məsələlərinə baxaq və bəndinə deyilir ki, 5 böyük və 11 kiçik qutuda 156 qələm var. Böyük qutuya kiçik qutudan 12 qələm çox yerləşir. Hər qutuda neçə qələm var? Bax, əvvəlcə yazırıq ki, bir böyük qutuda x ədəd nə var? Qələm var. X qələm var. Bilmirik. Bəs bir kiçik qutuda, onu da götürəcəm, y sayda qələm var. Və bizə deyir ki, 5 böyük, bir də 11 kiçik qutuda. Deməli, 5 böyük, bir qutuda x qələmsə, 5 qutuda 5 vur x, yəni 5x sayda qələm var. 11 kiçik qutuda, yəni 11-i vuracam y-ə, olacaq 11y qələm var. Və cəmi deyir 156 qələm var. Bunları toplayıram, bərabərləşdirirəm 156-ya. Birinci tənliyimiz hazırdır. Böyük qutuya deyir, kiçik qutudan 12 qələm çox yerləşir. Deməli, böyük qutunun sayı kiçikdən 12 ədəd çoxdur. X-dan onda çıxaram y-i, böyükdən azı çıxıram, bərabər deyir 12 qələmə. Vəssalam, tənliklər sistemi hazır. Bu tənliklər sistemini istəsək əvəz etmək üsuluna, istəsək toplama üsuluna əldə etmək olar. Gəlin biz baxaq toplama üsuluna necə eləmək olar. Əvvəlcə aşağıdakı tənliyin hər birini müsbət 11-ə vuracam. Nəyə görə? 11-ə vursam aşağıda mənfi 11 yaranar və 11-lər ixtisar gedir. Deməli, vururam. Surətdə nə qaldı? Deməli, 5x üstə gəl 11y bərabər 156. Buna dəymirəm. Birinci tənliyimə. İkinci tənlikdə 11x çıxılsın 11y bərabərdir. 12 vur 11. Altal vuraq 12 11-ə. 12 üstə gəl 12, 132 verdi bizə. 132. Deməli, tənliyimiz hazırdır. Artıq toplaya bilərəm. Alt-alta toplasam 11 ixtisar gedir. X-ları da bir toplayıram. 5x-in 11x-in cəmi 16x bərabərdir. 156 ilə də 132-ni toplayıram. 288. X da bərabərdir. 288-i böləcəm neçəyə? 16-ya. Görək, bu da neçə verir bizə? Deməli, necə bölərəm? 28-in içində 16 bir dəfə. 16 olur 28. Burada neçə qaldı? 128 də böləndə 8 dəfə 6, elə 128 edəcək, 18. Deməli, x bərabərdir 18-ə. X-in qiymətini tapdıq. X-imiz hazırdır. Deməli, x-in qiyməti idi. Bir böyük qabdakı, qutudakı qələmlərin sayı 18. X hazırdır. Bəs bizdən həm də deyir ki, kiçik qutudakı qələmlərin sayını tapın. Onu da tapmaq üçün istədiyimiz tənlikdə x-in qiymətini yerinə qoya bilərsiniz. İstəsəz birincidə, istəsəz ikincidə. İkinci tənlik sadə olduğu üçün ikincidə gəlin qoyaq. X-in yerinə qoyuram 18, olacaq 18 çıx y bərabərdir 12-yə. Y bərabərdir 18-dən çıxıram 12-ni, eləyəcək 6. Deməli, kiçik qutuda 6 qələm var, böyük qutuda 18 qələm var.